Bilirdiniz ki doğuşdan kör olan insanlar yuxularında görüntü görmür, amma səslər və toxunuşlarla o dünyanı yaşayır. Bəs üst yuxular necə? Bəzilərimiz yuxularımızı idarə edə bilirik, hətta alimlər yuxu görən insanlarla əlaqə qurmağı gerçəkləşdirdi. Bəlkə də yuxular yaradıcılığın gizli bir xəzinəsi ola bilər. Məsəl üçün Edison tikiş maşınını yuxusunda gördükdən sonra ixtira edib və bundan əlavə tarixdə bir çox kəşflər və sənət əsərləri yuxulardan ilhamlanıb. Hərçənd bu bizim cəmiyyətimizdə də yayğındır. Bir çox insan ona yuxusunda vergi verildiyini deyir. Əsasən də dırnaqarası ekstrasenslər və ağ-qara yuxular, əsasən də 55 yaş üstü insanlar yuxularını ağ-qara, yəni rəngsiz olaraq görür. Bunun uşaqlıqlarında rəngsiz televizora baxmaqları ilə əlaqəli olduğu düşünülür. Hər gecə yuxuya getdikdən sonra başqa bir dünyaya addım atırıq. Bugünə qədər gördüyümüz yuxularda həmişə mənalar axtarmağa çalışsaq da onlar bizim üçün hələ də sirr olaraq qalır. Yuxular insanlıq tarixinin ən sirli və maraqlı mövzularından biridir. Tarix boyu fərqli mədəniyyətlər yuxuları ilahi mesajlar, kəhanətlər və ya ruhani rəhbərlik olaraq qəbul edib. Mən isə düşünürəm ki, yuxular həm yaradıcıdan bir mesaj, həm də bastırılmış duyğularımızın əksi ola bilər. İslamda da deyildiyi kimi, yuxuların bəziləri Allahdan gələn bir mesaj, bəziləri isə şeytanın hiləsi ola bilər. Öz təcrübələrimdən və araşdırmalarımdan yola çıxaraq deyə bilərəm ki, səhər saatlarına yaxın görülən yuxular adətən reallıqla əlaqəsi olan yuxulardır. Bunlar yaradan tərəfindən göndərilmiş ilahi bir mesaj və ya bizim həyatımızla əlaqəli bir xəbər ola bilər. Önəmli olan yuxularımızı yaxşı təhlil etmək və mənasını ayırd edə bilməkdir. Bəzi insanlar, məsələn, tikiş maşınını yuxusunda görüb ixtira edən Elias Howe kimi yuxularını yaxşı analiz edir və bunun ilahi bir mesaj olduğunu başa düşür. Bəs sizcə yuxular ağlımızın bir oyunudur, yoxsa başqa bir reallığa açılan qapı? Və sizin indiyə kimi görmüş olduğunuz ən qəribə yuxu hansıdır? Şərhlər bölməsində yazın. Mənə şəxsən çox maraqlıdır. Sağ olun, salamat qalın.